şey yox ki, yarım Allah keçər mən. Artan keçəcək. Ola bilər ki, amma sən artıq şeytan yolunda olacaqsan. Sənin o yediğin, içdiğin qida ki var, o sənin artıq təsir edəcək. Bir görmürsünüz cəmiyyət, bizim cəmiyyət dünyada ümumiyyətlə nə gündədir? Sözün əsl mənasında nə gündədirlər? Ne yiyirlər bunlar, ne içirlər bunlar? Baxırsan, görürsən ki, bir cavandır. Cavan hərəkəti, fəsad hərəkəti, qocanın hərəkəti cavan hərəkətinə bənzəyir, özünü cavanlığa bənzəyir. Bir insan ruhu cavan olsun, başqa söhbətdir. Bir ki, insan o hərəkəti uşaq hərəkəti eləyir, yəni yaraşmayan hərəkətlər edir. Nədən belə? Çünki o qədər haramlar yiyiblər. O da əl-beytdən uzaq düşüblər ki, həm insanlıq da qalmıyor bunlarda. İnsanlıq da qalmayan bir cəmiyyətdə şeytan oynadar.